Uşaqlar və dostlarım, bu gün sizimlə işləyirsə, yəni gördüyünüz kimi Free Fire-a qayıtdım, həqiqətən qayıtdım və dostlar, mən bir açıqlama eləmək istəyirəm. Deyəcəksiniz nə açıqlaması? Açıqlama şu açıqlamadır ki, onu oynayacağım. Yəni açıqlama böyle bir açıqlama. Niye Free Fire'ı bıraktım, keçdim Roblox'a, sonra təzədən gəldi Free Fire'ın videolarımı silin. Hamısını bu videoda deyəcəm. Amma öncə siz aşağıdan abone olun, like atın, bizə dəstəyinizi göstərin. Və dostlar, Free Fire bırakmamın səbəbi hesab uğurlandı, Türkçə çalındı, uğurlandı həqiqətən də. Hesab uğurlandı üçün bu hesab getdi, YouTube'dakı hesabım getdi, bir de Free Fire'dakı hesabım getdi. Yani ikisi de birdi ama o yani birden bana silindi de. Girdim benim bir de var oynayayım, bir de YouTube kanalıma bakın. Girə bilməm, mən uğurlanıb gördüm. İkincisi de Free Fire niye çəkmək Roblox'a keçdim. Çünki dostlar Free Fire hesabım getdi. Bu ama YouTube'daki şey olur. Free Fire'daki ise telefon format olmuştu ve telefonun bütün cemaat getdiyi üçün Free Fire'ım da getdi. Ona görə yəni necə deyim, Free Fire bıraktım ve Free Fire'ı bıraktım, Roblox'a keçdim. YouTube'da bazı videolarım silindi. Belki de bazıları fark edir. Silme sebebi şu ki YouTube'da zaten her deyirəm. Dedim ben YouTuber yatsın. Bir tane hesabım getdi. İndi 202 abonəsi var. Ondan sonra Efe Məhəmməd də tanıyırsınız. Onda 590 abonəsi var. Ona da kanalına abone olun ki o da birazcık 1K olsun o da. O da kanalına düzenli videolar atacaq yakında. O mənə dedi bırakma dedikten sonra şu videolarımı sildi. O mənə dedi bıraksan nə yazı keçəcək. Yəni nə keçəcək ki, üçün YouTube'da keçirdi səndə. İndi sıfırsa baxdım onu da video ata bilmirəm. Mən bu açıqlama videosunu zor atacağım. İnşallah sevibsiz bu videonun da açıqlama videosu belə etdi. Və məni kanalları bəzi videolarını silmə səbəbini dedim. Və bir də silmə səbəbi. Bir də dostum var. Ona dedi ki, sənə YouTube'u olmaz. Onun sözünə görə də necə kanalımda bırakırdım. Ama bırakmadım. Yani belə bir açıqlama videosu oldu. Və bir də deyim ki, bəzi videolarım getdi bilirəm. İndi bu aralar həqiqətən vaxtım olmur. İnşallah vaxtım olar bu aralar tez atacağım. Deyim dostlar, hər həftə video gələcək. 2 ya da bir video gələcək. Amma bilmirəm atacağım nə yəni. Onu deyə bilmirəm. Amma yenə də siz aşağıdan kanalımıza abone olmayı, like unutmayın. Səsim biraz zəif gəlir. Biraz xəstələnmişəm ona görə yəni. Yəni yaxında belə canlı açacağım. Bugün 17 oktyabrdır. 19 oktyabr açacağım canlı. Gəlmək istəyən gələr. 15 ondan sonra açacağım. Düz canlı sürəcək 16-10'a, yəni bir saat olacaq. Sizdən deyilsə atacaq, sonra sizlə oynayacaq. Sonra yəni necə deyim, sizlə necə deyim,
YouTube'a kasacağıq. Evet. Bu arada yeni hesabımın adı XL Can'dır. Bu arada ekibdə qurmaya çalışıram. Ekibim var demişdim. Elşaddır, Rəşaddır və Efe Məhəmməd, yəni Hüseyin deyirəm. Hüseyin deyirəm mən. Onun da kanalım. Onda bir kalbim. Evet dostlar, ekip qurur ama isteyenler yorumlara yazsın. Ekibin short videosu yayınlayacağım. O short videosunu diyeceğim ki ekip qururum. Ekibə qatılmak isteyenler yorumlara yazsın. Ve şeylerimiz olacak, qaydalarımız. Bizi aşağıdan like atıp abone olmayı unutmayın. Bize dəstəyinizi görsə. Gördüğünüz bu təzə hesabımdır. Ve necə gördünüz hesabımın açıqlama videosu necə idi? Məncə qəşəng oldu. Oradan bir tane like bırak, abone olmayı unutmayın. Biz onları bakın ben bırakma sebebini dedim de. Ve bir tane onu demek istiyorum ki dostlar, yaxında canlıda bəlkə yarına çəkiliş eləyə bilər. İndi gördüğünüz gibi 0 elmasım var. Bu elmasımı 100 eləyəcəm və çəkilişdə də qazanan birisinə, canlıda da yəni birisinə verəcəm 100 elması. Hər hansı bir canlıda. Siz aşağıdan kanala like atıp abone olmayı unutmayın. Onda bizi dəstəyinizi göstərirsiniz. Sağ olun, sağ-salamat qalın. Buradan da məni izləyən YouTuber'lara salam olsun. Məsəl üçün kısaca deyim, Efe Hüseyin salam olsun. Efe Məhəmmədə salam olsun. Yəni Efe Hüseyinə salam olsun. Buradan size çoxlu sağ ol diləyirəm. Bir günde canlıma gəlməyi unutmayın. Sağ olun, sağ-salamat qalın.